بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الحمد لله الذي بعث رسوله بالهدى ودين الحق ليظهره على الدين كله ولو كره الكافرون ولو كره المشركون والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين أما بعد. Əbu Musa Əl-Əşari radiyallahu anhu buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurdu. Məsəlul-ləzi yazkuru rabbəhu vəl-ləzi lə yazkuru məsəlul-hayy vəl-meyyit. Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu ki, Allahı zikr edən kəs ilə zikr etməyən kəsin misalı ölü ilə dirinin misalı kimidir. Allahı zikr edən kəs ilə zikr etməyən kəsin misalı ölü ilə dirinin misalı kimidir. Varaval İmam Əhməd rahimahullah fi zühd. İmam Əhməd rahimahullah zühd kitabında buyurdu ki, Ana İsa ibn Məryəm əleyhissalam qalə lil-havariyyin. İsa əleyhissalam havarilərinə belə dedi. La tuksirul kəlami bi qeyri zikrillah azza və cəllə. Allahdan qeyrisinin zikrini çoxaltmayın. Allah azza və cəllədən qeyrisinin zikrini çoxaltmayın. Allah azza və cəllədən qeyrisini çox zikr etməyin. Fətəqsu qulubukum. Əgər beləsəniz qəlbləriniz sərtləşər. Və innəl qasil qalbuhu ba'idun min Allah azza və cəllə və lakin la ya'lamu. Sərt qəlblər Allahdan ən uzaq olan qəlbdir. Qəlbi sərt olan sərt qəlb Allahdan uzaq qəlbdir və o bunun fərqində olmaz. Kimin qəlbi sərt olarsa, o Allahdan uzaq olar və özünün də bundan xəbər olmaz. Allah Resulü sallallahu aleyhi və səlləmin Allahı zikr edənlə zikr etməyən kəsi ölü ilə diri kəsə bənzətməsində olduqca böyük mənalar, hikmətlər var, qardaşlar. Qul Allah Əzə və Cəlləni çox zikr etdikcə qəlbi diri qalır. Qəlb diri qaldıqca bədənin qidaya ehtiyacı olduğu kimi qəlbin də qidaya ehtiyacı vardır. Həmən qəlb öz qidasını Allah'a zikr etməklə, onun kövnü və şəri ayələrini, hikmətləri haqqında tədəbbür etməklə təmin edir. Bu qəlb daim Allah Əzə və Cəlləyə ehtiyac duyar. Bu qəlb daim qidaya ehtiyac duyar. Bədəndən fərqli olaraq səlim qəlb qidadan doymur, tiksinmir. Bədən ən ləzzətli bir şeyi yesə belə, artıq bir müddətdən sonra ondan doyur, ondan tiksinir. Amma səlim qəlb belə deyil. Səlim qəlb Allah Əzə və Cəllənin zikrindən əsla doymaz, əsla tiksinməz. Daim onu diri tutacaq faydalı qidalar tələb edər. Onun qidası Allahı zikir, namaz qılmaq, oruç tutmaq, sədəqə vermək, cihad etmək və s. əməllərdir. Qul bu əməllərə yönəldikcə qəlbi daha da səlimləşir, daha da sağlamlaşır. Qiyamət günü Rəbbinin huzuruna Allah Əzə və Cəllənin xəbər verdiyi bu kəs kimi gələr. Allah Əzə və Cəllə buyurur ki, يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ. O gün nə var dövlət, nə də oğul uşaq bir fayda verər. İllə mən ətəllahi bi qalbi səlim. İllə mən ətəllahi bi qalbi səlim. Yalnız Allahın huzuruna gələn sağlam qəlbdən başqa. Yalnız sağlam bir qəlblə Allah Əzə və Cəllənin huzuruna gələndən başqa. Sağlam bədən qəbul etdiyi dadlı yeməklərdən ləzzət aldığı kimi, sağlam qəlb də qəbul etdiyi qidalardan, yəni Allahı zikirdən, namazdan, orucdan, sədəqədən və s. ləzzət alar. Elə bir ləzzət ki, onu digər şeylərlə əvəz etmək mümkün deyildir. Sağlam bədən ac qaldığı gün özünü pis hiss etdiyi kimi, sağlam qəlb də bir gün Quran oxumaqdan, Allah Əzə və Cəlləni çox zikr etməkdən, sədəqə verməkdən məhrum qaldıqda özünü çox narahat hiss edər. O Quranın həsrətini çəkər, namazın həsrətini çəkər, Ramazan ayının həsrətini çəkər, həccin həsrətini çəkər. İslamın qabağa getməsi üçün çalışar, düşünər, ümmətin dul qadınları, yetimləri üçün nə edə bilərik deyə düşünər. Allah Əzə və Cəllədən başqa şeylər zikr olunduqda o qəlb daralar, sıxılar.
Bədən heç sevmədiyi bir yeməyi qəbul etməyə məcbur olduqda necə sıxılırsa, səlim qəlb də Allah Əzə və Cəllənin zikrindən başqa şeyləri qəbul etdiyi zaman sıxılar. Ölü qəlbə gəldikdə isə, bu qəlb ölü və ya xəstə qəlb kimidir. Səlim qəlbin ziddidir. Ölü bədən heç bir şey hiss etmədiyi kimi, ölü qəlb də Allah Əzə və Cəllənin zikrindən heç bir ləzzət hiss etməz. Çünki o qəlb artıq Allahdan uzaqdır. Xəstə bədən yediyi ən dadlı yeməklərdən heç bir ləzzət almadığı kimi, ölü qəlb də Allah'a zikirdən, namazdan, orucdan, sədəqədən və s. əməllərdən heç bir ləzzət almaz. Xəstə bədən sadəcə həyatda qalmaq üçün istəksizcə yemək yediyi kimi, ölü və ya xəstə qəlb də sadəcə kafir olmamaq üçün istəksizcə namaz qılar, oruç tutar, sədəqə verər. İbadətlər ona olduqca ağır gələr. Onun üçün bir ibadətə başlamaq fəlakətə çevrilər. Artıq etdiyi ibadətlər heç bir məna ifadə etməz. İçi təqvadan, xuşudan, zikirdən, təvəkküldən, məhəbbətdən boş bir qəlblə ruku edər, səcdə edər, qiyamda durar, ac qalar. Onu qıldığı namazdan qazanacağı əcr maraqlandırmaz. Namazı sadəcə boynundakı ağır bir yük kimi görər ki, tez qılıb qurtarsın və bu yükdən azad olsun. Onu qıldığı namazın, tutduğu orucun Allah tərəfindən qəbul olub olmaması da maraqlandırmaz. Əsas odur ki, bu əməli yerinə yetirdim, borcumu ödədim. Halbuki Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, sizin ən xeyirliniz borcunu ən gözəl şəkildə ödəyəninizdir. Bu hədisi İmam Buxari və Müslim rivayet etmişdir. Qulun qula olan borcunu qaytararkən gözəl şəkildə qaytarmağı təşviq etmişdir Allah Rəsulü sallallahu aleyhi və səlləm. Əgər belədirsə, bəs qul Allaha olan borcunu ödəməkdə bundan daha gözəl, daha incə şəkildə davranmalı deyilmi? Onun zahiri ibadətləri özünü aldatmaqdadır. İsa aleyhissalamın həvarilərinə dediyi kimi, sərt qəlb Allahdan uzaqlaşar, özünün isə bundan xəbəri olmaz. O namaz qılmaqla, oruç tutmaqla, bəzən sədəqə verməklə özünün Allaha yaxın olduğunu zənn edər. Xuşudan, təqvadan, ixlasdan uzaq olan, ölü qəlb ilə etdiyi ibadətlərlə qul Allaha necə yaxınlaşa bilər ki? Sevgi ilə yox, istəksizcə edilən ibadətlə qul Allaha necə yaxın ola bilər ki? Əksinə həmən qula Allah Rəsulü sallallahu aleyhi və səlləmin xəbər verdiyi kimi namazından yalnız yorğunluq, orucundan yalnız ac qalmaq qalacaq. Ölü qəlb artıq hidayətdən heç bir şey duymaz. Ora hidayətdən nə bir şey daxil olar, nə də zəlalətdən bir şey oradan çıxar. Artıq bu qəlb ləzzəti haramlarda və faydasız şeylərdə axtarmağa başlayar. Qısa bir müddət namazda qalmağa səbri çatmaz. Amma saatlarla boş lağlaqlara səbri çatar. Sonuncu dəfə nə zaman Quran oxuduğunu unudar. Amma hər gün sosial şəbəkələrdə saatlarla faydasız şeylərə baxmağı əsla tərk etməz, unutmaz. Allahın ayələrindən, Rəsulü sallallahu aleyhi və səlləmin hədislərindən ibrət almaz, təsirlənməz. Amma fasıq bir senaristin uydurduğu mənasız seriallara baxar, onlardan təsirlənər. Quranı dinləməyə səbri çatmaz, amma gizlidən musiqi dinləməyə meyl edər. Allahın ondan razı olub olmaması onu qəti maraqlandırmaz. Bu haqda heç düşünməz də. Başqalarının rizası üçün narahat olar. Başqalarının rizasını qazanmağa çalışar. Bu qəlb artıq o qədər sərtləşmişdir ki, dünyada İslam ümmətinin çəkdiyi istirablar, acılar, acılıqlar, sürgünlər ona təsir etməz, onun tükünü tərpətməz, ətrafında baş verənlərə sanki bir robot kimi duyarsız qalar. Bu duyarsızlığına bəhanələr uydurmağa başlayar. Ümmətin başına gələn fəlakətlərdə onları qınayaraq belə deyər, öz günahlarıdır, gərək belə etməzdilər, gərək elə etməzdilər. Bu qəlb artıq müsəlmanların qələbəsinə sevinməz, acısına kədərlənməz. İçindəki itirdiyi imanın yerini nifaqla doldurmağa başlayar. Şübhəsiz ki,
bu qəlbin küfürlə arasında artıq incə bir tel qalmışdır. O tel hər zaman qırıla və qul da bununla kafir ola bilər. O qəlb isə bunun fərqində deyil. O qəlb bundan qafildir. Çünki o gizli bir xəstəliklə, aldadıcı bir xəstəliklə məhv olmuşdur. Qıldığı namazı, tutduğu orucu, tövhid əhli olması, şirkdən uzaq olması onu aldatmışdır. Onu arxayın etmişdir. O tövhidi özü qazandığını, hidayəti özü əldə etdiyini zənn edir. Ona görə də onun heç vaxt əlindən alınmayacağını zənn edir. Halbuki hidayət ruzi kimidir. Allah onu istədiyinə verir, istədiyi zaman da istədiyindən alır. Kim onun şükrünü verməzsə, əlindən alınar. Allah Əzzə və Cəllə bizə Qarunu misal verir. Qasas surəsində Qarunun qissəsindən bəhs edir. Qarun dedi ki, bu mal mənə məndəki biliyə, elmə görə verilmişdir. Biz onu öz evi ilə birlikdə yerə batırdıq. Ağıl sahibləri üçün Quranda böyük ibrətlər vardır. Allah sənin elmin, gücün olmadan sənə ruzi verir və şükrünə əta etmədiyin halda onu səndən almağa qadir olduğu kimi, sənin heç bir rolun olmadan sənə hidayət verir və şükrünü əta etmədiyin təqdirdə səndən onu almağa qadirdir. Allah Əzzə və Cəllə buyurur ki, ey iman edənlər, Allahdan haqqı ilə qorxun və müsəlman olmadan ölməyin. Allah Əzzə və Cəllə bizə təkcə müsəlman kimi yaşanmağı yox, müsəlman kimi ölməyi əmr etmişdir. Bu isə təqva ilə mümkündür. Təqva isə yalnız səlim qəlblərdə möhkəmlənir, qərar tutur və daimi qalır. Və bunu nəzərə alaraq alimlərimiz bu təhlükənin ciddiliyini görmüşlər. Bu haqda çoxlu əsərlər yazmış və ümməti bu təhlükədən xəbərdar etmişlər. Və bu təhlükədən xilas olma yolları haqqında əsaslı, faydalı əsərlər təltif ediblər. Ki, Allah Əzzə və Cəllənin izni ilə bu haqda zikr edəcəyik. Allah Əzzə və Cəllə bizi səlim qəlblə özünə qovuşan qullarında eləsin. Subhanək Allahumma və bihamdik əşhədu ən la iləhə illə ənt əstəğfiruka və etûbu ileyk.